İranın paytaxtı Tehranda etirazların miqyası getdikcə genişlənir. Artıq bəzi ərazilərdə vəziyyətin hökumətin nəzarətindən çıxdığı iddia olunur. Sosial şəbəkələrdə yayılan video görüntülər var və burada Tehranın Kəç, Sadat, Abad meydanı ətrafında toplaşan insanların həyəcanlı anları da əks olunur. Yerli sakinləri bildirdiyinə görə şəhərin bir sıra hissələrində təhlükəsizlik qüvvələri vəziyyətə tam nəzarət edə bilmir. İran sosial media segmentinin əldə etdiyi məlumata əsasən Sepah İslam İnqilabı Keşikçiləri Korpusu etirazçı kütləyə qarşı artıq silah tətbiq etməyə başlayıb. Bildirilib ki, açılan atəş nəticəsində yaralananlar, eləcə də ölənlər var. Bu məlumatlar rəsmi Tehran tərəfindən hələlik təsdiqlənməsə də yayılan videolar və şahid ifadələri ölkədə gərginliyin get-gedə artdığını göstərir. Məlumatda vurğulanır ki, hazırki durum ABŞ prezidenti Trumpın daha əvvəl səsləndirdiyi xəbərdarlıqları faktiki mərhələyə keçirir. Xatırladaq ki, Trump administrasiyası açıq şəkildə bəyan etmişdi. Əgər İran hakimiyyəti öz xalqına qarşı kütləvi şəkildə silah işlədərsə, ABŞ müdaxilə variantını gündəmdə saxlayacaq. Son bir il ərzində Trumpın fantastik görünən bir sıra xəbərdarlıqlarını real siyasətə çevirməsi fonunda bu ssenarinin də həyata keçirə biləcəyi istisna edilmir.